Hər vaxtınız xeyir əziz dostlar. Bildiyiniz kimi bu gün də Səlcuqlar mövzusunu davam etdirərək Oğuz-Qıpçaq savaşları haqqında danışmaq istəyirəm. Azərbaycan tarixində bu müharibələr Gürcülərin Azərbaycana işğalçı talançı yürüşləri kimi xarakterizə olunur. Bəs əslində nə olmuşdu? 1050-ci ildə Monqolistanda Qaraçıtayların hakimiyyətini qəbul etməyən Qum və Kay tayfaları qələbəlik şəklində köç edib Kiməş xaqanlığı ərazisinə yerləşmişdilər. Kiməş xaqanlığı isə Göyçüş xaqanlığı dağılandan sonra Yenisey ətrafına qurulan dövlət idi. Qay və Kun tayfalarının bu əraziyə köçü nəticəsində Kiməş xaqanlığı da 1050-ci ildə dağıldı. Nəticədə Kiməş xaqanlığına daxil olan tayfalar müxtəlif istiqamətlərdə miqrasiya etməyə məcbur oldular. Bu köç eləyən tayfalardan biri də Kuman Qıpçaqlar idi ki, onlar cənuba hərəkət edərək gəlib Xarəzm bölgəsində yerləşmişdilər. Xarəzm bölgəsində yerləşəndən sonra 11-ci əsrin ortalarında hələ şaman tanrısı inancında olan bu Qıpçaqlar yenicə müsəlmanlaşan Səlcuq Oğuzları ilə ərazi üstündə amansız şiddətli müharibələrə başladılar. Səlcuq tarixindən bizə məlumdur ki, Sultan Alparslan şaman Qıpçaqlar üzərinə 3 dəfə arızıl hərbi səfər təşkil etmişdi və hər üçündə onları məğlub etmişdi. Səlcuqlardan sonra isə Xarəmşahlar dövləti də, Anüstəgünlər sülaləsi də həmin bu Qıpçaqlarla mübarizə aparmışdı və məğlub olan Qıpçaqlar Xarəzm ərazisini tərk edib indiki Rusiya çöllərinə üst tutmuşdular. Qıpçaqların Rusiya çöllərinə üst tutması, orada yayılması tarixən həmin ərazinin Dəşti Qıpçaq, yəni Qıpçaq çölü adlanmasına səbəb oldu. 12-ci əsrin əvvəllərində Dəşti Qıpçağa da xristian Rus knyazlıqlarına uduzan Qıpçaqlar nisbətən cənuba endilər. İndiki Şimali Qaradəniz hövzəsində, Şimali Qafqazda yayılıb yaşamağa başladılar. Qeyd eləyək ki, həmin dövrdə Səlcuqlar Orta Şərq coğrafiyasına gəldikdə indiki Anadolu ərazisi və Gürcüstan ərazisi qarışıq bir ictimai-siyasi idarə etməyə sahib idi. Mərkəzə yəhudi olan xristian Baqratunilər sülaləsinin bu ərazilərdə 4 qol xanədanlığı var idi. Və birinci qol Şərqi Anadoluda mərkəzə ani olan Baqrat Çarlığını idarə edirdi. Digər 3 qol isə indiki Gürcüstan ərazisində müxtəlif ərazilərdə çarlıqlar qurmuşdular ki, bunlar da Baqratlı Çarlığı adlanırdı. Həmçinin Tiflisdə 912-ci ildə əsası qoyulan ərəb mənşəli Cəfərlər sülaləsi tərəfindən idarə olunan Tiflis müsəlman əmirliyi mövcud idi ki, Səlcuqlar gələrkən onlar da digər yerli xanədanlıqlar kimi Səlcuqlara tabe olmuşdular. Onların vassallığını qəbul edib vergi vermişdilər. Baqratlı çarlıqlarından biri də həmin bugünkü şimal-qərbi Gürcüstanda Abxaziya ərazisində yaranan Abxaz Baqrat çarlığıdır ki, onlar da Səlcuqların vassalı idilər. 1089-cu ildə hakimiyyətə gələn 4-cü David Səlcuqlu asılılığından qurtulmaq, eyni zamanda öz ölkəsində möhkəm idarə etmə sistemi yaratmaq üçün şimaldakı xristian Qıpçaqların köməyindən istifadə etməyə qərara gəldi. Çünki həmin dövrdə Abxaz Baqrat çarlığında yerli eristavlar mühüm yüksək mövqeyə sahib idilər və bunlar valilər kimi Abxaz Baqrat çarına yalnız ildə bir dəfə vergi verməklə tabe olurdular. 4-cü David isə onları özünə tabe etmək üçün və mütləq söz sahibi olmaq üçün, həmçinin qüvvətli bir ordu yaradıb Səlcuqlara qarşı mübarizə aparmaq üçün 12-ci əsrin əvvəlində Abxaz Baqrat krallığı Qıpçaqlarla müttəfiqlik yaratdı və Qıpçaq hökmdarı Atraq xanın qızı ilə evlənərək, diplomatik əlaqələr təsis edərək Qıpçaqların Gürcüstana gəlib yerləşməsinə səbəb oldu. Və 200 mindən çox Qıpçaq tayfası 12-ci əsrin əvvəllərində Gürcü salnamələrində qeyd olunduğu kimi 1112-ci ildən gəlib Gürcüstan ərazisində yerləşdilər. Və həmin 200 min Qıpçaq tayfasından 40 min nəfərlik nizami ordu yaradılaraq 4-cü Davidin ixtiyarına verildi. Və Bizans da qeyd eləyək ki, həmin Qıpçaqların gəlib Abxaz Baqrat çarlığında yerləşməsinin tərəfdarı, çünki Səlcuqlu yürüşlərinə qarşı, Anadoluda Səlcuqların fəthlərinə qarşı Abxaz Baqrat çarlığını gücləndirib onların qarşısına çıxarmaq məqsədi güdürdü. Həmçinin bu da qeyd edilir ki, Şirvanşahlar da Abxaz Baqrat çarlığı ilə müttəfiqlik əlaqələr yaratmışdılar. Çünki Şirvanşahlar da Səlcuqlu asılılığından çıxmaq istəyirdi və eyni zamanda öz şimalında, şimal sərhədlərində qüvvətli bir Qıpçaqların olmasını istəmirdi. Çünki qorxurdu ki, onlar Şirvan ərazilərində basqın yürüşləri eləyərlər, Şirvanşahlar ərazisində amansız qətllər törədərlər. Buna görə də Şirvanşah 1-ci Afridun, Çar 4-cü Davidin qızı Çarisa Tamaranı
öz oğlunu almışdı və bu diplomatik münasibətləri inkişaf etdirərək daha da müttəfiqliklərini gücləndirmişdilər. 1120-ci illərdən etibarən, yəni 12-ci əsrin əvvəlindən etibarən Səlcuqların zəiflədiyi, ara müharibələrin geniş vüsət aldığı çağlarda Abxaz Baqrat Çarlığı və Şirvanşahların birləşmiş qüvvələri xristian qıpçaqların həmin bu 40 min nəfəri nizami ordunun köməyi ilə Azərbaycan ərazisinə, yəni Səlcuqların şimal ərazilərinə yürüşə başladılar və ilk yürüşlər onlar üçün uğurlu oldu və 1121-ci ildə həlledici Didqori vuruşmasında Səlcuqlar, Oğuzlar məğlub oldular. Bu qələbə nəticəsində Tiflisi ələ keçirən 4-cü David Cəfərlərin, yəni Tiflis müsəlman əmirliyinin burada hakimiyyətinə son qoydu və Tiflisi işğal etdi. Bundan sonra isə xristian qıpçaqların bir əsrdən artıq 1230-cu illərə qədər Azərbaycan ərazilərinə yürüş etdiyini və hətta Səlcuqlu sultanlarının eyni zamanda Azərbaycan təbəələri Eldənizlərin onlarla amansız müharibə apardığını görürük ki, bunlardan da ən məşhuru 1139-cu ildə Gəncə zəlzələsindən sonra həmin Gürcü adlandırılan bu xristian qıpçaqların Gəncəyə gələrək böyük qətliam törədib, Gəncə qapılarını da Gürcüstana aparması ilə səciyyələnir ki, tarixdən bizə bu barədə çox danışıblar. Kitab Dədə Qorqud dastanında Gürcülərə qarşı mübarizə, Qaradonlu kafirlərə qarşı mübarizə kimi xarakterizə olunur və Dədə Qorqud dastanında biz Qıpçaq Məlik obrazını görürük ki, 1975-ci ildə bu dastanın motivləri əsasında çəkilən Dədə Qorqud filmində də həmin Qıpçaq Məlik obrazı yaradılmışdır. Səlcuq Oğuz türklərinin xristian qıpçalara qarşı mübarizəsi bir əsrdən artıq davam etmişdi. Hətta Moğolların birinci yürüşündən sonra da həmin bu qıpçaqların bura hücumları səngiməyi bilmirdi. Və qeyd eləyək ki, Gürcülərin yürüşü dediyimiz həmin ordunun əsasını, böyük hissəsini xristianlığı qəbul etmiş qıpçaqlar tuturdu. Və bunu Gürcülərin yürüşü kimi yox, Oğuz-Qıpçaq müharibələri kimi, xristian-müsəlman savaşları kimi səciyyələndirmək daha doğru olardı. Qeyd eləyək ki, Eldənizlərin Səlcuqlu dövlətində Qulam kimi gəlib hərbi sistemi ələ keçirib, daha sonra bütün Səlcuqlu dövlət sistemini ələ keçirməsi, Gürcüstanda da, Abxaz Baqrat Çarlığında da həmin bu 40 min nəfəri ordunun içindən də xristianlaşmış qıpçaqlar bütün Abxaz Baqrat Çarlığında dövlət sistemini öz əllərinə keçirdilər. Hətta 12-ci əsrin sonu, 13-cü əsrin əvvəllərində bugünkü Gürcüstan Türkiyə sərhədində Çıldır Ərdahan ərazisində Çıldır Atabəyliyində xristian Atabəyliyi yaratdılar. Və bu Çıldır Qıpçaq Atabəyliyi 1578-ci ilə qədər Osmanlıların fəthlərinə qədər vassal asılılığında da olsa öz müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamışdı. Qıpçaqların Gürcüstana gəlib yerləşməsi nəticəsində Gürcülərin Azərbaycana, Səlcuqlara qarşı mübarizəsi Gürcüstan tarixinin, Gürcülərin qızıl dövrü, qızıl əsri adlandırılır və həmin qıpçaqlar xristianlığın təsirindən zaman-zaman əriyərək Gürcülərin içində əriyib getdilər. Sağ olun.